Mövzumuz Allah Taala'nın qərib ismi barəsində idi. Yəni Allah bizə hamıdan daha yaxındır. Allah Taala bizə daha yaxındır. Bu barədə biz danışırdıq və keçən cümə günündə Allahu Taala'ya kimlər daha yaxındır? Onlar barəsində danışdıq. Müqərrəblər barəsində. Quran-ı Kərimdə Allah Taala'ya daha yaxın olanlara müqərrəb deyir, daha yaxın olanlar. Müqərrəb mələklər var, onlardan danışdıq. Allah Taala'ya daha yaxın olan mələklər kimlərdir, hansılardır? Peyğəmbərlər barəsində Allah Taala hansı peyğəmbərə müqərrəb deyir? İsa əleyhissalam barəsində ayədə buyurur. Və daha sonra onlar ki, xeyir əməldə bir-birini qabaqlayırlar, önə keçirlər. Allah Taala buyurur ki, onlar daha yaxın olanlardır. Və inşallah bu günləri hədislərdən istifadə edib Allah Taala'ya daha yaxın olan insanlar kimlərdir? Onlar barəsində danışacağıq. Və ümumən, əgər bu cür götürsək ki, zaman baxımından Allaha daha yaxın olmaq mümkündür. Məsələn, məxsusi günlər var ki, Allah Taala həmin o günlərdə, həmin o vaxtlarda öz rəhmətini xüsusi olaraq bəndələrinə aid edir, bəndələrinə şamil edir. Məsələn, bugün olduğumuz Qurban Bayramı Allah Taala'nın bizlərə olan lütfidir, rəhmətidir. Və o cümlədən məkan baxımından Allaha daha yaxın olmaq üçün xüsusi məkanlar var. Düzdür, hər yerdə Allaha yaxın ola bilərik. Hər ibadətimizlə Allaha yaxın ola bilərik. Amma bu məxsusi məscidlər və yaxud o müqəddəs məkanlar ki, həmin yerlər Allah Taala'ya daha yaxın olmağımız üçün bir vasitədir. Və üçüncü məsələ isə Allah Taala'ya mənəvi cəhətdən yaxın olmaq barəsindədir. Məsələn, qeyd eləyirlər ki, Biharul Ənvarda Əllamə Məclisi qeyd eləyir. O, həmin fürsətlərdən istifadə etmək baxımından. Məsələn, Allah bizə fürsət verər ki, elə bir xüsusi məkanda ola bilərik ki, orada Allah Taala'ya daha yaxın ola bilərik. Əllamə Məclisi Biharul Ənvar kitabında qeyd eləyir ki, İmam Əli əleyhissalam bir gün səhabələri ilə birlikdə Kəbə evinə gedir, Məscidül Hərama gedir. Kəbə evinə, Məscidül Hərama gedir, axşam qaranlıq vaxtıdır. Bir nəfər Kəbə evinin pərdəsindən tutub ki, görmüsünüz Kəbə evinin qara bir örtüyü var, pərdəsi var ki, onun xüsusi bir fabriki var, xüsusi bir istehsal olunan yeri var ki, il ərzində o həmin pərdə dəyişilir və daha sonra insanlara o həmin pərdədən müəyyən qədər hədiyyə verirlər xüsusi insanlara Kəbə evinin pərdəsindən. Onun üzərində qızılı hərflərlə olan ayələr yazılıb. Əlqərəz sözümüzün qısası budur ki, həmin o pərdənin örtüyündən bir nəfər tutub dua edir. Kəbənin örtüyündən tutub dua edir. Deyir, ilahi, həmin şəxs deyir. İlahi, əl-beytu beytuk. İlahi, ev sənin evindir. Əl-beytu beytuk. Və anə dayfuk. Və mən də sənin qonağına. Və anə dayfuk. Fəcəl qərayi minkəl leylətəl məğfirə. Belə bir dua edir ki, ilahi, bu gecə öz səxavətindən mənə bağışlanmaq nəsib etkinə. Allah Taala'ya bu cür dua edir. Öz səxavətindən mənə bağışlanmaq nəsib etkinə. 3 gün ardıcıl bu həmin şəxs dualar edir. İmam Əli əleyhissalam bu həmin şəxsin dualarını izləyir və daha sonra yanındakilara deyir ki, imam ki, görün nə gözəl dua edir. Yəni, o həmin olduğumuz məkanlarda, olduğumuz məqamlarda o fürsətdən istifadə edək. O həmin əməllərdən danışırıq, o həmin işlərdən danışırıq ki, o həmin işlər vasitəsilə Allah Taala'ya daha yaxın olmaq olur. Onlar hansılardır? Əlbəttə, bizim bu saydıqlarımızla kifayətlənmək olmaz. Mümkündür bizim bu dediklərimizin içərisində olmasın həmin məsələ. Necə ki, İmam Hüseyin əleyhissalamın kəlamında var. Deyir, heç bir xeyir əməli kiçik sanmayın
bəlkə sizin kiçik sandığınız xeyir əməl Allah Taala'nın dərgahında qəbul olunmuş əməldir və Allahın razılığına səbəb olan əməldir. Ona görə heç bir xeyir əməli kiçik sanmayaq. Mümkün də hələ o əməl bizi Allah Taala'ya daha yaxın etmiş olar. Və o həmin hədislərdən nümunələr olaraq sizin diqqətinizə çatdırmaq istəyirəm ki, günlərin birində Allah Taala Həzrəti Musa əleyhissalama buyurur: "Qalə fīmā nəciyəlləh əzzə və cəl Musa əleyhissalam." Allah Taala Həzrəti Musa əleyhissalama buyurur: "Ya Musa, ey Musa, mə təqarrəbə iləyyəl mutəqarribun bimislil vərai ən məharimi." Dedi, ey Musa, bilirsənmi ki, Allah Taala buyurur, ey Musa, bilirsənmi ki, hansı əməl mənə daha yaxın edir bəndəni? Hansı əməllə daha mənə yaxın olur? Bizim bütün etdiyimiz ibadətlərdə hədəf budur, niyyət budur ki, Allaha yaxın olmaq üçün. Namazda nə niyyət edirik? Qurbətən iləllah, Allaha yaxın olmaq üçün. Qurban sözünün də mənası qurb sözündəndir, yəni Allaha yaxın olmaqdır. Bəs Allah Taala Həzrəti Musa əleyhissalama buyurur ki, bilirsən nə mənə daha yaxın edir? Bimisli əl-vərəi ən məharimi. Allah Taala buyurur ki, haramlardan çəkinməklə, günahlardan çəkinməklə bəndə mənə daha yaxın olur. Allah Taala buyurur ki, bəndə günahdan çəkinməklə mənə daha yaxın olur. Nümunəsi nədir? Nümunəsi kimdir? Nümunəsi Həzrəti Yusif əleyhissalamdır. Allah Taala Həzrəti Yusif əleyhissalamın günahdan çəkinməyi ilə Yusif əleyhissalamın həyatını bir surədə Quran-ı Kərimdə nəql edir. Həzrəti Yusif əleyhissalam günahdan çəkinməklə Allah Taalaya nə qədər yaxın olur. Yusif əleyhissalamı quyuya atırlar, amma Həzrəti Yusif əleyhissalam Allaha daha yaxındır. Zindana atırlar, həbs edirlər, amma Yusif əleyhissalamı Allah Taaladan ayıra bilmirlər. Allah Taala buyurur ki, əgər bəndə günahdan çəkinsə, nə cür günahdan çəkinsə? Əgər gözünü haramdan çəksə, əgər gözünü haramdan çəksə, Allah Taala mələklərə nida edir. Bir baxın bəndəmə, haramla üz-üzədir, amma gözünü günahdan çəkib, gözünü haramdan çəkib. Bir əgər göyə baxsa, gözünü günahdan çəkib, göyə baxsa, Allah Taala göyün mələklərinə əmr edər ki, o bəndəmi dua edin. Əgər başını aşağı əysə, yerə baxsa, yerin mələklərinə əmr edər ki, o bəndəmi dua edin. Gözünü haramdan çəkdi. İnsan haramdan çəkinməklə, günahdan çəkinməklə Allah Taalanın dərgahına necə yaxın ola bilər? Və Həzrəti Yusif əleyhissalamla bərabər İmam Sadiq əleyhissalamın zamanında bir şəxs olub. Yusif Peyğəmbərə bənzərliyi bu olub ki, o da zinadan çəkinməklə, günahdan çəkinməklə yuxu yozmaq qabiliyyətinə malik olub. Hər bir əməlin insana bir təsiri var. Həm mənəvi təsiri var, həm maddi təsiri var. Günahdan çəkinməyin insana mənəvi təsirlərindən biri budur ki, Allah Taala həmin şəxsə yuxu yozmaq qabiliyyətini verir. İndi hamıya verir, ya məxsusi insanlara verir. Bu insana da bu cür verir. Öz cismini napak edir. Bir ilahi, cismimi murdar etdim ki, ruhum təmiz qalsın, bu həmin şəxs deyir. Əbu Sirin adında bir şəxs olub. Deyir, ilahi, cismimi murdar elədim ki, ruhum təmiz olsun. Cismin pak olması rahatdır. Sunan paklanar, təmizlənər. Amma ruhun pak olması çox çətin məsələdir. Dedi, ilahi, cismimi murdar elədim ki, ruhum təmiz qalsın. Zinadan çəkinməklə, bir qadının zinasından çəkinməklə bu həmin şəxs bu cürünə belə bir məqama nail olur. Allah Taala buyurur ki, فَإِنِّ اُبِيهُمْ جَنَّاتِ الْأَدْنِ Allah Taala buyurur ki, haramdan çəkinməklə mənə yaxın olan insanlara cənnəti bağışlayaram, cənnəti mübah edərəm,
Cənnət onların olar. Lə uşrikə məəhum əhədən. Cənnətdə heç kəs onlarla şərik olmaz. Onlara ədin cənnəti verərəm ki, heç kim onlarla birlikdə şərik olmaz o cənnətdə. Bu birinci xüsusiyyət. Günahdan çəkinməklə insan Allaha yaxın olur. İkinci xüsusiyyət nədir? İkinci xüsusiyyət Allah Taala Həzrəti Davud əleyhissalama buyurur. Buyurur ki, Yə Davud, ey Davud, ey Davud, kəma ən əqrəbən nas minəllah əl-mütəvadiun. Allah Taala buyurur Davud əleyhissalama ki, ey Davud, bil ki, insanlar içərisində mənə daha yaxın olanlar təvazökar insanlardır, sadə insanlardır. Təvazökar insanlardır. Sadə insanlar mənə daha yaxın olan insanlardır. Məsələn, Musa Peyğəmbərin Peyğəmbərliyə seçilməsini bu cürlə rəvayət eləyirlər ki, Həzrəti Musa əleyhissalam Peyğəmbərliyə seçilməyinin səbəblərindən biri təvazökar olması idi. Təvazökar olması idi. Təvazökar yəni sadə olması idi. Süleyman Peyğəmbər bilirik ki, Peyğəmbərlər içərisində böyük bir mal-mülk sahibi olub. Amma bir adəti var idi Həzrəti Süleymanın. Kasıblarla birlikdə oturarmış. Kasıblarla birlikdə çörək yeyərmiş. Özü barəsində bu cür buyurarmış. Əl-miskinu məəl-məsakin. Həzrəti Süleyman o cür mal dövlətinin olmasına baxmayaraq deyərmiş ki, miskin, yəni fəqir adam, miskinlərlə birlikdədir. Süleyman Peyğəmbər özünə bu cür deyərdi. Əl-miskin məəl-məsakin. Miskin adam, kasıb adam elə kasıblarla, fəqirlərlə birlikdədir. Təvazökarlıq Allaha daha yaxın edən xüsusiyyətlərdəndir. İnsanın təvazökar olması ən gözəl xüsusiyyətlərindən biridir. Alimlərdən biri olub Molla Mehdi Səbzəvari. Molla Mehdi Səbzəvari. Günlərin birində həccə gedir. Allah Taala hamıya həcc ziyarəti nəsib eləsin. Həcc ərəfəsində bunun pulunu oğrayırlar. Pulunu oğrayırlar, baxır gör ki, pulu qalmayıb. Ya oğrayırlar, ya itir, bu cür rəvayət edirlər, bu cür nəql edirlər ki, pulu qalmır evə qayıtmağa, evə dönməyə. Nə qədər piyada gələ bilir, gəlir və daha sonra görür ki, bir mədrəsə var. Molla Mehdi Səbzəvari İslam alimlərindəndir, dövrünün tanınmış alimlərindəndir. Özü də böyük bir kitab yazıb ki, həmin onun yazdığı kitab mədrəsələrdə tədris olunurmuş. Mədrəsələrdə dərs deyirmişlər onun kitabından. Amma indiki kimi, məsələn, foto, video, internet, sosial şəbəkə yox idi ki, cəmaət hamı tanısın ki, Molla Mehdi Səbzəvari kimdir? Bilirdilər ki, belə bir kitabın müəllifi var. Amma kim olduğunu heç kim bilmirdi. Görür bir mədrəsə var, yaxınlaşır mədrəsəyə. Deyir ki, mən bir şəxsəm ki, pulum yoxdur, həcdən qayıdıram. Əgər mümkündürsə, mən bir neçə gün burada qalardım. Biraz pul düzəldərdim və evə dönərdim. Deyirlər ki, bu mədrəsə yalnız tələbələr üçündür. Bu həmin alimə deyirlər. Demir, mən filan kəndin axındı, Hacı Elmaram, demir bu cürlə. Deyir ki, mən miskin bir adam, yolda qalmış bir adamam. Məsələn, olar bu mədrəsədə qalım? Deyirlər, yox, olmaz. Mədrəsə yalnız tələbələr üçündür. Bir şərtlə qala bilərsən, yalnız mədrəsədə xidmətçilik edəsən. Süpürəsən, təmizləyəsən, tələbələr yeməyi yiyəcəklər, onların qablarını yuyasan, xidmət edəsən bu cürlə. Bu həmin alim razılaşır. Deyir, bəli, qalaram. Qalır və günlərin birində onun kitabından dərs keçir ustad. Ustad dərs keçəndə o da oturur tələbələrlə birlikdə. Həmin getmək ərəfəsində olan bir zamanda gör ki, ustad bunun yazdığı cümləni səhv deyir tələbələrə, səhv tərcümə edir. Bu, həmin tələbələrdən birinə deyir ki, mən çıxıb gedirəm, ustada deyərsiniz ki, o kitabın müəllifi
kitabı yazanda o cümlədə məqsədi bu olmayıb. Sən düz demirsən. Və o öz məqsədini də izah edir həmin tələbəyə. Çıxıb gedir, gedəndə növbəti gün dərs zamanı tələbə həmin ustada deyir ki, bəs o sizin dediyinizdə kitabın müəllifi onu qəsd etməyib. Ustad soruşur ki, sən hardan bilirsən ki, bunu qəsd etməyib? Deyir, bizim xidmətçi var idi, o xidmətçi dedi bizə. Ustad soruşur ki, o xidmətçi hardan bilsin bunu? Xidmətçinin adı nə idi? Dedi, xidmətçinin adı Mehdi idi. Hansı şəhərdən idi? Səbzəvar şəhərindən idi. Kitabın müəllifi də Molla Mehdi Səbzəvari. Deyirlər, biz o alimi, o kitabın müəllifini mədrəsəmizdə xidmətçi kimi istifadə eləmişik. Yollanırlar onların həmin şəhərinə, vilayətinə, üzrxahlıq edirlər ki, görürlər ki, həmin şəhərində də bu adam çox möhtəşəm, çox hörmətli bir, möhtərəm bir alimdir. Deyirlər, ustaddan üzrxahlıq edir. Ustad deyir ki, mən hələ istəsəydim, sizə deyərdim ki, mən Molla Mehdi Səbzəvariyəm. Mən gələndə istədim tələbələrlə birlikdə olum. Təvazö babıdır. Allaha yaxın olmağın xüsusiyyəti budur. Peyğəmbərimiz cəmaatla birlikdə əyləşir. İçəri girən şəxs Peyğəmbərin cəmaatdan soruşur ki, kimdir Peyğəmbər? Peyğəmbər cəmaatdan seçilmiş. Oturması ilə, durması ilə. Təvazökarlıq Allaha yaxın olmağın xüsusiyyətlərindəndir. Və davamında Allah Taala Həzrəti Davud əleyhissalama buyurur ki, kəzalikə əbədun nas minəllah əl-mütəkəbbirun. Deyir, ey Davud, biləsən ki, Allaha daha yaxın, daha uzaq olan insanlar, Allahdan daha uzaq olan insanlar təkəbbürlü insanlardır. Lovğa insanlardır. Təkəbbürlü, özünü böyük tutan insanlar və bilək ki, iblis Allah Taala'nın dərgahından elə təkəbbürlü olmasına görə qovuldu. Təkəbbürlü olmasına görə qovuldu. Və daha sonra növbəti xüsusiyyət Allah Taala'ya daha yaxın olmaq üçün İmam Zeynul Abidin əleyhissalam buyurur ki, İnnə əqrəbəkum minəllah. Allah Taala'ya sizlərdən daha yaxın olan insanlar kimdir? Əhsənukum xulqən. Əxlaqı cəhətdən ən gözəl olanınız, ən gözəl əxlaq sahibi olanınız Allaha daha yaxın olanınızdır. Ən gözəl əxlaqa sahib olanınız. Ən gözəl əxlaqı evdə, ailədə, küçədə, hər bir yerdə gözəl əxlaqa sahib olmağın böyük mənfəəti var. İnsanın ömrünü artırır, ruzisini artırır və bir sıra nemətlər bəxş edir. Və dördüncü xüsusiyyət Allaha daha yaxın olmaq üçün İmam Əli əleyhissalam buyurur ki, əqrəbul ibad iləllahi təala əqvəluhum lil-həq. Allaha daha yaxın olanınız, Allaha daha yaxın olanınız haqqı deyəninizdir. Haqq danışanınızdır. Doğru danışanınızdır, haqq deyəninizdir. İnkanə əleyh. Baxmayaraq ki, öz əleyhinədir. Deyəcək, amma onun ziyanıdır. Haqqı deyəcək, özü ziyan çəkəcək, özü zərər çəkəcək. Buyurur ki, Allaha daha yaxın olan insanların xüsusiyyətlərindən biri də budur. Və inşallah Allah Taala'dan duamız budur ki, Allah Taala bizlərə Allaha yaxın olmaq xüsusiyyətini nəsib eləsin. Allah Taala inşallah etdiyimiz salih əməlləri müqərrəb olan insanlardan olmağımıza nəsib etsin inşallah.